Choose the correct variant. Doğru variantı seçin. Yesterday Maria in Baku, but now she in Baku qeyd olunur cümləmizdə. Biz burada zaman zərflərinə uyğun olaraq, eləcə də mübtəda xəbər uzlaşmasına əsasən düzgün olan variantı seçməliyik. Birincidə yesterday dünən keçmiş zamana aiddir. To be'nin keçmiş zaman forması olan was ya da were-dən istifadə olunacaq. Maria üçüncü şəxsin tək olduğu üçün təbii ki, təkdə olan was versiyası götürülmüş olur. Və bu o deməkdir ki, C və D variantı artıq bizim yanlış cavablarımızdır. İkinci boşluqda isə now zaman zərfi indiki zamana aiddir və indiki zamanda isə biz təbii ki, to be'nin am, is, are formalarından istifadə etməliyik. She üçüncü şəxsin təki olduğu üçün is olan versiya A variantını doğru götürmüş olacağıq. B variantında ikinci tərəfdə are qeyd olunduğu üçün səhvdir. C, D və Y variantları isə qeyd etdiyimiz kimi Maria'ya əsasən were yox was olmalı deyə səhv qeyd olunmuşdur. Tərcüməyə əsasən dünən Maria Bakıda deyildi, lakin indi o Bakıdadır tərcüməsini əldə etmiş oluruq. Lakin dediyimiz qarşılaşdırma budaq cümləsinə əsasən tərcüməmizə uyğun olsun deyə biz bir tərəfi inkar, digər tərəfi təsdiq olan versiyamız A variantını düzgün götürmüş oluruq.